Martın 14-də Beynəlxalq Qalereyada Binəqədi rayonu 333 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, istedadlı yeniyetmə rəssam, Qarabağ qazisi Kərəm Məcidovun qızı Günal Məcidsoyun Konstitusiya və suverenlik ilinə həsr olunmuş Vətənim Azərbaycandır adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olunub. Sərgidə Ulu Öndər Heydər Əliyevin müxtəlif texnikalarda hazırlanmış 25 ədəd portreti və həmçinin təbiət mövzusunda hazırlanmış 35 ədəd əsər nümayiş olunurdu. Rəssam öz bacarığını portretdə, təbiət mənzərələrində və natürmortda uğurla təqdim edir. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnur Əskəndərova yeniyetmə rəssam Günal Məcidsoyun illərdir göz önündə peşəkarlığa doğru irəlilədiyini, əzmlə çalışaraq ölkədaxili və beynəlxalq sərgilərdə, etüdlərdə fəal iştirak etdiyini və uğur qazandığını bildirdi. Günalın anası Sevinc Məcidova Beynəlxalq Qalereyanın əməkdaşlarına gözəl sərgi üçün təşəkkür etdi, övladının 5 yaşından rəsm çəkdiyini bildirdi. Sərgidə fəxri qonaq olaraq iştirak edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaidə Mirzəzadə çıxışında Günal Məcidsoyun uğurlu gələcəyi olacağını bildirdi və hədiyyə olaraq ona antik gümüş üzük hədiyyə etdi. Gənc rəssam Beynəlxalq Qalereya adından diplomla təltif olundu və sonda xatirə fotoları çəkildi.